بسم الله الرحمن الرحيم. الحمد لله وكفى، وصلاة وسلاما على عباده الذين اصطفى، وعلى آله وصحبه ومن والاه. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أما بعد، قول الله تعالى: وما أرسلناك إلا رحمة للعالمين. İhvetel kiram, aziz ve değerli kardeşlerimiz, bi'avnillahi subhanahu ve teala Peygamberle sallallahu aleyhi ve sellemle beraber ünvanlı silsileli derse başlayalım. Sira. Kavlullah ve alemu enne fikum Resulallah. Bilin ve agah olun ki Allah'ın Resulü sizin aranızdadır. Bakmayarak ki bu ayet-i kerime Allah Nebisi sallallahu aleyhi ve sellemin hayatındayken nazil olmuştur. Ama biz daima şuurunda olmalıyız. Derk eləməliyik ki o daima bizde olmalıdır. Ona göre Allah Nebisi sallallahu aleyhi ve sellemin müşk kokusu kokan terabetli hayatıyla beraber biz bu sefere seyre başlayırıq, siraya başlayırıq biiznillah tebarek teala. Söhbət açtığımız şəxs fəxri kainata gönderilmiş en hayırlı beşerdir. Salavatullahi ve selamu aleyh. Allah Azze ve Celle şüphesiz ki biz sana alemlere rahmet olsun diye gönderdik. Onun hakkında buyurur. Biz bu siranı diğer kardeşlerimizin verdiği tedris üslubundan farklı edeceğiz. İhtilaflara ve müstenede ve görüşlere, fikir bakışlara bakış kimi yok. Məhz Allah Nebisi sallallahu aleyhi ve sellemle beraber yaşamak, onunla beraber gezvelere girmek ve çıkmak, sanki onun zamanına girip çıkan kimi bu üslubla inşallah siraya yakınlaşacak. Nece sebeplerden biridir ki ben Allah Nebisi sallallahu aleyhi ve sellem ashabıyla beraber evde olanda soruşlarında dedi ki onları okumakla beşeriyete gönderilmiş en hayırlı mehluk alel-itlak. Ve Allah Nebisi sallallahu aleyhi ve sellem o hâlem kablel bi'fe gönderilmemişten önce hâle ahvâlel Arab, Arapların ahvalı bir ve hâletil alem bicem'iha ve bütün alemde, kainatta beşeriyetin halı neceydi? Oradan başlayarak bir evlillahi tebarek ve teala. Kânetil alemu fi'z-zalâm. Bütün alem zulmet içindeydi. Şarkan ve garben, her taraf, meşrikte, mağripte, Avrupa'da, Roma'da, Bizans'ta öyle bir zulmet var idi ki hatta insanlar kadın hakkında o şeytandır mı yoksa insandır? Onun ruhu insi ruhtur mu kadının yoksa şeytan ruhudur? Ve kadın eğer boşanardısa değersiz eşya kimi kul bazarına çıkartılabilirdi. Kadının değer kıymeti yoktu. İster Bizans'ta, Roma'da, isterse de Kisra'da, isterse de cahiliyetil Arap, insanlar arasında gayri acayip bir tebegelik var idi. Ünsurluk var idi. Şovinizm. Nesil necabet ve cahiliye adetleri. Avrupa'ya qayıdaq, Bizans ve Roma'da yüksek təbəqə insan
əyyamlar, orta və tamamilə həlak olmuş bir cəmiyyət. Yüksək təbəqə insanları, əsirləri meydana gətirər və hündür yerdən onların mübarizəsinə tamaşa edərdilər. İki cəngavər yarışa çıxardı. Gladiatorlar bilirsiniz. Və biri digərini məğlub etməli idi can bahasına. Əks halda özü öldürüləcəkdir rəqib tərəfindən. Və mübarizə, can mübarizəsi və kimlər üçünsə qəhqaha və əyləncə idi. İnsanlar arasında bu qədər təbəqə fərqi var idi. Və budur, cəngavərlərdən biri qalib gəlir və məğlub etdiyi rəqibi hətta doğma qardaşı olur belə əsir. Və ona bu işarə edirlər ki, sonuna yetiş, əks halda səni öldürəcək. Və onu öldürürdü. Və baxma ki, qələbə ilə qurtarıb bu döyüşü, özü də qanına qalxan, yaralı və yorğun, amma bu bir hilə idi. Və kimlər üçünsə bu bir əyləncə idi və qəfəs açılır və şir qılaqırlar üstünə. İndi bacarsan şirə qalib gəl. Tabii ki, taqəti getmiş insan bundan sonra şirə tab gətirə bilməz və şir həmin insanı onların gözü qabağında parçalayıb həlak edirdi və onlar şərab badələrini qaldırıb içərəkdən qahqaha ilə ləzzət alırdılar. Cəmiyyətdə belə bir qaranlıq var dünyada. Həmçinin Kisrada, həmçinin fi cahiliyyətli Arab, Ərəb yarımadasında. Cəhalət əcaib idi, qardaşlar. Cəhalət əcaib idi. Əsmə buyurur ki, Rabbiyallahu anhə və Allah, həmən kiçik qız idim. Və vallahi gözümlə gördüm ki, Yahudi rahiblərinin böyüyü, ey insanlar, bu gecə Muhammed dünyaya gəldi, Əhməd dünyaya gəldi, Rəhmət Peyğəmbəri dünyaya gəldi deyə öz əyanlarına xəbər verdi və biz dərk eləmədik bu nədir. Onun haqqında Allah Azze və Cəllə Tövratda və İncildə işarələr və əlamətlər olaraq xəbər vermişdir. Onun gəlməməsindən öncə əcaib bir cəhalət vardı. Ərəb yarımadasındakı cəhalətdən də biri qız övladlarının dünyaya gəlməsi onlar üçün ağır idi. Əymsikuhu alə hunin əm yədnussuhu fit-turab ələ səəmə yəhkumun. Qız uşağı dünyaya gələndə nə yerdə bilirsiniz? Baxın, subhanallah, cəhalətə baxın, zülmətə baxın, zülmə baxın. Hətta qadın 9-cu ayda sancı tutanda gətirərlər onu qumun üzərinə və qumu qazardılar. Doğulan qızdırsa yedussuhu fit-turab, birbaşa torpağa gömülərdilər. Oğlandırsa götürüb, yuyub, təmizləyib evə aparardılar. Bu bir növ. Digər növ, qız dünyaya gəldi ev şəraitində. Atası deyir ki, üzüm qaraldı. Rüsvay oldum. Rəzalətlə bunu saxlayıb mı, yox mu, torpağa gömürüm. Torpağa gömürmə vəsvəsəsini şeytan buna necə vermişdi? Cəmiyyətdə, cahiliyyədə zina və fahişəlik aşırı dərəcədə yayılmışdır. Hətta qadınlardan biri 10 kişi seçər və onlarla əlaqəyə girər, hamilə qalar, uşağı dünyaya gətirəndə də qapıdan bayraq asardı. Cahiliyyənin şeytanların onlara ilham etdiyi pislik olan nikah növlərindən. Və o 10 ata, uşağın 10 atası, daha doğrusu 10 kişi gələr və qadın, övladın kimə nisbət olmasını icbar edərdi. Bu sənin övladındır. Elə də qəbul olunardı. Bu ən ilgənc nikah növlərindən biridir. Həmçinin ilgənc nikah növlərindən də biri kişi ilə qadın evlənər və kişi öz həyat yoldaşına filan kahinlə qeyb yatmaq və ondan hamilə qalana kimi onun yanında qalma əmr edərdi. Cəhalət, zülmət, şeytanlar onlara bunu ilham etmişdir. Ən sağlam nikah növü o da yüksək təbəqəli insanlara əşraf-ül qavm, qızın varisi qızı ərə verərdi. Normal bir halk kimi. Adətən kənizləri pul qazanmaq
məqsədilə fahişəlikdə kullanarlar. Və aşağı təbəqəli insanlar da bu şeylərə məruz idi. Ərəb qeyrəti də bunu qəbul eləmirdi. Acaba mənim də qız övladım bunlardandırmı? Belə mi olacaq? Və qız övladı dünyaya gələndə əymsikuhu alə hunin əmyəddusuhu fit turab, necə Allah Azəvə Cəllə vəsb edir, rüsvaylıqla, ar ilə, üzü qara bir şəkildə saxlayırmı onu, yoxsa torpağa, gömrüm, tərəddüd edərdi. Və budur onlardan biri rivayət edir cahiliyyəsindən. Hz. Muhammed sallallahu aleyhi ve sellem'in gəlmədiyindən öncə deyir ki, övladım 6 yaşına çatdı. O qədər gözəl qızım var idi ki, mənim. Dedim anasına, zeyyiniyhə, və əlbisiyhə, geyindir onu öbəzə süslə. Dedi, hara aparırsan? Dedi, aparırım onu, əmsi uşaqları ilə oynasın. Arvadın kölünə bir qara xal gəldi. Dedi ki, unşidükə billah və axud minkə məvafiq vəl-uhud, sənin əhd peyman götürəm və səni Allaha, bütləri yox, Allaha yemin edirəm ki, lə təbussuhə bis-su'ə, nə badə ona bir pislik eləyəsən. Anası hiss elədi ki, nəsə burada başqa bir şey var. Amma baxın, lazımsız qeyrət hissi, şeytani bir vəsvəsə, dedi, narahat olma. Söz verir. Kızı götürür ve ata bala gelirler. Yolda bir kuyu görür dərin. Ve atanın baxışları qəfil değişir. Pis bir, korkunç baxışlarına yollarına baxır ve elinden dartır. Kız başlar ağlamağa. Kız der ki, 6 yaşı var. Bir ata, ana senden inşaat aldı. Allah'ın ismiyle peyman verdi. Mənə pisliklə toxunmayacaqsan. Bir uşağımın göz yaşlarına baktım, rəhmət mənə qalib gəldi. Quyuya baktım, qeyrət mənə qalib gəldi. Təzdən uşağa baktım, uşaq ağlayır. Ya bətə, İyyəkə təməssəni bisu, nə bada anamın verdiyi və anama verdiyin əhdə peymana vəfasız çıxasan. Uşağa baxıram, rəhmət mənə qalib gəlir. Quyuya baxıram, onun gələcəkdə nə olma ehtimalı və qeyrət mənə ağır gəlir. Və bu tərəddüd dəfələrlə baş verdi. 3, 4, 5. Son qərar verəndə uşağın hönkürtüsü daha da çoxalır. Uşaq möhkəm ağlayır. Atacan, nə olar, mənə rəhm elə, mərhəmət elə. Və sonra quyuya çox baxdım. Baxdıqca onun gələcəyini gözümdə təsəvvür etdim. Necə o mənim adıma, nəsəbimə, nəcabətimə bir rüsvaçılıq, bir ağır olacaqdır. Amansızcasına o kızı götürüp kelle maylaq boynun içine attım. O uşaq boğulmaya başladı. O kelle istəqisu bi əbihi. Atacan, atacan, atacan. Heç yüzüne baxmadan qayıtdım. Rivayət edir cahiliyyədə necədir. Başkası rivayət edir ki, mənim də bir qızım oldu. Əymsikuhu alə hunin əmyədüssuhu fit turab. Rüsvayçılıqla saxlayıb mı? Yoxsa uşaq biraz çiçəkləndi, gözəlləşdi. Mən də dedim anasına, bəzə, geyindir, hara aparsın. Dedim, mən də əlmisi uşaqları ilə oynamağa. Gətirdim bir yerə səhrada və övladıma dedim ki, gəl səylə qumu qazaq. Uşaq da heç nədən xəbəri yoxdur və bilmir bu adətləri. Və başladı atası ilə bərabər qum qazmağa. Və yazıq zavallı bilmir ki, o qazılan gör onun üçündür. Cəhalə və zulümət bə'duhə fəvqə ba'd. Qazır və üstəlik də atasının saqqalından qumu təmizləyir. Ona olan sevgisindən. Ta ki quyu çox dərin oldu. Və birdən qız uşağını böyük bir təpki ilə quyun içərisində dəf edir. Uşaq yalvarır, atacan, atacan. Ancaq qeyrət hissləri ona qalib gəlmiş. Amansızcasına qumu onun üzərinə bastırır və uşağı diri-diri öldürür. Cəhalə, zülmət, istər nikah məsələlərində, istər necəbət, nəsəb məsələlərində və s. ilə axır, zülmət aləmi bürmüşdür. Və bu həddə çatmamışdan öncə Xəlilullah İbrahimin zamanından
Ceziratil Arab, Ərəb yarımadası uzun müddət tövhid üzərindeydi. Ve Kabe evi göz önünde. Ve hamı bilirdi ki bu Kabe evini Halilullah İbrahim ve Nebiyullah İsmail kaldırır. Ve insanlar bura həcce gələrdiler. Ve deyərdi ki, Lebbeyk Allahümme lebbeyk, lebbeyk la şerike leke lebbeyk, innel hamde ve ni'mete leke vel mulk la şerike lek. İbrahim Halilullah'ın şeriatı üzerinde həcc ederdiler. Mina'ya gelerdiler. Cemaat'ta daş atırdılar. Her şey olduğu gibi əlaydı. Tövhid üzerindeydi. Ta ki bir habis, la'netullah aleyhi vel melaiketu vel nas ecma'in, Amr ibn Luhay. Allah Nebisi sallallahu aleyhi ve sellem bu melunu cehennemde görmüştür. Bu bir tacir olur. Mekke ehlinden bir tacir. Şam'a sefer edir. Gelir Şam'a, Şam diyarı kardeşler bu ülkelerdir. Suriye, Liban, Kuds ve Filistin etrafı, Yordanya, bunlar Şam vilayetlerdir. Bunun hamsıyla Şam. Merkezi Demeşk. Hemçin Kuds. Bu gelir Şam'a ve Şam'da güçlü ticaret var idi. Ve gör ki Şam ehli büte tapınır. Gör ki Şam ehli büte tapınır. Deyir bu nedir? Amr ibn Luhay soruşur. Deyir hələ salamın, bu bir büttür. Neyiniz bu bütü? Deyir yağmur yağmayanda istilik yağdırır. Yağmur yağmayanda istilik yağdırır. Düşman gelende kömək istilik köməkdir. Hala hadihi bu bütler bir bəli. Bir olabilmez. Amr soruşur. Deyir ya Amr nahnu cerrabnaha. Biz bunları tecrübeden geçirmişik. İllerle. İstirsen sen de götür probeler. Cerrib. Şeytan. Euzu billah. Yalnızca tecrübelenmeyin. Halilullah Ebel Enbiya İbrahim Rabbi innehunne adlelne kethîren minen nas. İbrahim suresi. Ey Rabbi, hakikaten bunlar, yani bütler insanların çoxsunu haqdan saptırdılar. Bütlerin fitnesi var. Sen bütten istəyirsən, Allah da seni ona ittika edir. İstediğini de Allah yetirir seni yoklamaktan ötürü. Şeytan da puskudadır. Buna dediler huzlan. Huzlan. Fitnetul asnam. Bütlerin fitnesi budur. Balaca değil. Deccal'in fitnesi olan kim? Bütlerin fitnesi var. Fitne. Neydir? Getir Ərəb yarımadasına. Bəl Məkke'til Mukarrama. Harb-ı Şerif. Ya Amr bu ne de getirmişsən? Bir büt. Bildik büttü. Bu neyirsən? Ve Şam ehli buna tapınır. Bize ne? Çünkü Mekke ehli fitret üzerinde, dövül üzerindeydi. Ala dini Halilullah İbrahim. Vallahi Şam ehli böyle dedi. Yağış diyende yağış verir, düşman gelende koruyur. Olabilmez. Bir tecrübeden geçirdiler ki onlar hayatı boyu geçirdiler. Ve ta ki her bir qəbilə öz bütünü asır. Ve bu bəs değilmiş kimi insanlar həcce gelirdi. Ve İpek yolunun xətlərindən de biri orada geçirdi. Oradan Yemen'e, Yemen'den Şam'a, Şam'dan Mekke'ye, Mekke'den Yemen'e ve Mekke'den təzən Medine'ye, Medine'den Irak'a, o belə. Mekke ehli gelen tacirlere siz de öz bütlərinizi, dinlərinizi bura getirin. Tək ki iktisadi əlaqələr bərkişsin diye. Bir sözdən abiklər. Ve neylədilər? Müxtəlif etiqad sahibləri olan tacirlər öz bütlərini getirib Məkke'də yerləşirlər. Kimin ticari sazişləri çok yüksek seviyedeyse büt Kabe'nin içinde olurdu. Biraz orta büt Kabe'nin önünde olurdu. Biraz aşağı büt Kabe'den uzak olurdu. Bak böyle nispeten. Ona göre tecrübelenmeyin 360 büt. Hamısı Qureyş'e məxsus değildi. لِإِلَافِ قُرَيْشِ İlafim rihlətəş-şitâi vəs-sayf. Bu ilaf kelimesinde de hemen o tefsirinde de gelir. Onların sazişleri var idi. Ve herkes getirir öz bütünü ibadet ettiği tanrısını oraya birleştirir. Ve Ərəb Yarımadası'nda bu şekilde tövhid bozulur ve bütperestlik yayılır. Ve bu devam edir. Devam edir. Ərəb Yarımadası'nda çoklu qəbilələr var.
Bunların hamısını ümumən Qureyş cəm edirdi. Qureyş qəbiləsinin içində də xırda qəbilələr var idi. Qureyş sözünün lüğəti mənası ya quruşur qadail, ya quruşu sanki toplamaq, yığmaq mənasına gəlir. Bu qəbilələrin içərisində qəbilələr var idi. Qureyş ümumi adıydı və baş qəbilə sayılırdı. Qureyş qəbiləsinin seyidlərindən ən böyüyü Abdülmuttalib. Cəddün Nebi sallallahu aleyhi ve sellem, Peyğəmbərimizin babası. Niyə görə Abdülmuttalib, Muttalibin qulu, onun atası vaxtı ikən Mədinə getmiş, Bənü Nəccar qəbiləsindən qız almışdır. Orada yaşamış bir müddət, evlənmiş və sonra gəlmiş Məkkəyə. Və sonra ona xəbər çatır ki, sənin övladın olur. Və qayıdır Mədinəyə övladını geri götürməyə. Mədinəyə qayıdır, Mədinədə keçmiş Yəsrib şəhərin adı. Bənü Nəccar qəbiləsində həyat yoldaşından o uşağı alır. Mindirir dəvəsinə və gətirir. Yolda görənlər görür ki, o kişinin bir qulu var. Elə zənn edirlər. Halbuki kimidir? Öz balası, halal övladı, öz sülhündən, belindən. Və Məkkəyə çatanda deyir ki, ay qardaşlar, ay insanlar, qulum deyil, övladımdır. Mən Bənü Nəccar qəbiləsindən, Yəsribdən evlənmişəm. Eşitdim xəbəri, getdim, övladıma yiyə çıxdım. Amma təəssüflər olsun ki, insanlar arasında Abdülmuttalib ləqəbi ilə tanınır. Muttalibin qulu, halbuki qulu deyil, öz balasıdır. Və sonra həmin insan da Məkkənin seyyidi, ağası olur, Abdülmuttalib. Yəni, qul deyil əslində, heç vaxtda qul olmayıb. Qoraşiyim və Allah Nəbisi sallallahu aleyhi ve sellemin babasıdır. Və Abdülmuttalib fil hadisəsini bilirsiniz, keçərdən zikr etdik. Nəzir edir. Amma nəziri ilahlarına edir, bütlərinə. Deyir ki, Allah mənə 10 övlad versin. Onu da mənə dəstək olsa, onlardan birini ilahlara qurban getirəcəm. Və doğrudan belə olur. Abdülmuttalibin 10 övladı olur. Demək, soruşanda Peyğəmbər sallallahu aleyhi ve sellem əmrlərinin sayı ata qarışıq nə qədərdir? 10 nəfərdir. Son övlada baxırlar ki, salih olacaq bir yox. O da Abdullah. Əbu Nəbi, Peyğəmbərin atası. Abdullah, Abdülmuttalibin dünyaya gələn övladlar arasında ən göyşək, ən yaraşıqlı, ən sağlamı və ən salihi olur. Və uşaq böyüyəndən sonra, həddi quluğu keçəndən sonra başa düşür ki, nəzrinə vəfalı olmaq vaxtı çatdı. Nə nəzir etmişdi? Allah mənə 10 dənə övlad versə, bu 10 övladdan birini ilahlara qurban kəsəcəm. Gəlir övladlar nə deyir? Məsələn, ərz edir. Deyirlər ki, ya bətənə fəal mə tu'mar. Nə istəyirsən, onu da elə. Necə nəzir eləmisənsə. Və neyinir? Püşk atır. Və 10 övladından məhz Peyğəmbərin atası Abdullahın üzərində püşk düşür. Onu qurban kəsməlidir. Və Abdülmuttalib çox həzin olur. Çünki övladlar arasında ona ən əziz, ən sevimli məhz odur. Götürü əlindən, övlad da razıdır, digərləri də buna vəfalıdır, çıxardır Kabənin önünə, günün günorta çağında, cəmaatın gözü qabağında, əlində də xəncər, bu övladı qurban kəsəcəm. Qəbilələr ayağa qalxır, Abdülmuttalib eləmə, yapma, olmaz, niyə? Bəs mən nəzir vermişəm. Qəbilə sahibləri ayağa qalxır və ona mən edirlər, qoymurlar, deyir, mən axı vəfal olmalıyam nəzirmə. Deyirlər ki, Abdülmuttalib, sən pis bir yol açacaqsan insanlara. Sən qəbilələrin başçısısan, seyid ağasan. Sən bunu eləyəndən sonra insanlar da sənə iqtida edəcək. Onlar da nəzir edəcəklər və övladlarının bir hər dəfə qurban kəsəcəklər. Bu yolu bizə qapı açma.
Neyse deyir, mən vəfalı olmalıyım əhdbə. Nə qədər iqna edirlərsə, iqna edə bilmirlər. Az qalmışdı ki, Abdullahı qurban kəssin. Ta ki, qəbilə sahiblərindən biri başçılarından ona bir məsləhət verir. Deyir, ya Abdülmuttalib, gel Hicaza. Hicazda bir kahin var. Bax ki, o nə deyir? Bir tələsinə. Deyir, yaxşı fikirdir. Və gedir Hicaza, kahinin yanına gəlir. Kahin ona bir məsləhət deyir. İdri bil əzləm, bir ox falına bax. Bu, ərəblərdə məşhur fal idi. Və oxların içərisinə dəvə və Abdullah kəlməsini yazsın. Oxların da sayı çoxdur. Və sonra onları qarşıdır. Və sonra oxu çıxart. Əgər ox Abdullah çıxsa, əvəzinə 10 dəvə və sonra yenə də oxları qarşıdır. Yenə də Abdullah çıxsa, yenə də 10 dəvə. Sonra yenə də qarşıdır. Ta ki, axırı dəvə çıxana kimi davam elə. Bax gör, tanrılar nə qədər dəvəyə razıdırlar. Söhbədə bax. Və nə edir? Oxları bunun üçün qaçdırırlar Kəbənin önündə. Artıq qayıdır Məkkəyə. Çıxardır Abdullah, bir 10 dəvə getdi. İkinci dəfə qaçdırırlar, Abdullah 20 dəvə getdi. Üçüncü dəfə qaçdırırlar, Abdullah 30 dəvə getdi. Abdullah 40, Abdullah 50, 60, 70, hər bir Abdullah çıxır. Halbuki oxun bir dəvə Abdullah, dəvə Abdullah. Allahu Akbar. 80 Abdullah. Kahin də hiləgər nə demişdi? Ta ki dəvə çıxana kimi davam elə. Bax gör, tanrılar nə qədər dəvəyə razıdırlar. Söhbədə bax indi. Bizlər nə anlatır əslində? 9-cu dəfə yenə də Abdullah. Ey Allah! 10-cu dəfə dəvə. Bir daha tanrılar 100 dəvə fidyəsində Abdullahdan vaz keçməyə razıdırlar. Məkkə əhli sevinir, qəbilə sahibləri sevinir. Abdülmuttalib, xeyr, kəsəcəm. Nəzrimə vəfalı olacaq. Ay kişi, eləmə. Axırda iqna edirlər ki, yaxşı, bir dənə püş qat, gör nə alır. İkinci dəfə oxu çıxardığında dəvə, deyir, ha, gördün. Tanrılar 100 dəvəyə razıdırlar. Kəsmə valı, deyir, yox. 3-dən məşhur. Üçüncüsünə baxaq görə nə alır. Və üçüncü dəfə oxu çıxardığında dəvə. Və elə etiqad edir ki, necə şeytanlar onları vəhy ediblər. Tanrılar 100 dəvə müqabilində Abdullahın əvəzini fidyə olaraq qəbul edilər. Və nə edir? Çox sevinir. Və Abdullah sağ qalır, Həzrət Muhammed sallallahu aleyhi ve sellem atası. Əvəzinə 100 dəvə fidyə verilir. 100 dəvə fidyə verilir. Çox sevilir Abdülmuttalib. Hələ dərhal həmin qurban mərasimini qurtaran kimi övladını nişanlamağa gedir. Məkkənin ən əşraf, ən tahir, ən pak bir qızlarına birinin, Əminə bint-i Vahb, Vahbın qızı. Gəlir kişinin yanına, o da öz qəbiləsinin ağası olur və deyir, hadisəni ona danışır, o da ona müjdə verir, gözəlimi verir və deyir ki, bu münasibətlərdə övladımı nişanlayıram və sənin qızını oğlum Abdullah'a alıram. Çox sevinirlər, nikah baş tutur və böyük bir, möhtəşəm bir zifaf və mərasim qurulur. Abdullah ilə Əminə evlənir. Abdullah özü ticarət əhli olur. Tez-tez səfərlər edir. Və səfəri adətən Şam vilayətinə, sonra da Mədinəyə qayıtmaq və Mədinədən təzədən Məkkəyə gəlmək. Və o da bilirdi ki, onun Mədinədə dayıları və xalaları var. Tarixi bildiniz, yadınıza gəldi. Onun Mədinədə dayıları və xalaları var. Və bu da Abdullah səfəri çıxır, Şam səfərinə, ticarətinə və Mədinədən qayıdır. Mədinədə xalalarını görür, dayılarını görür, ona çox yaxşı baxırlar. Orada dincəlir, amma Mədinənin keçmiş adı Yəthrib. Yəthribdə yoluxucu xəstəlik deməkdir, qardaşlar. Keçmiş adı. Və Abdullah ağır düşür və yoluxur. Amma deyir ki, səfərimdən qalmayacağam. Və Mədinədən təzə çıxanda dünyasını dəyişir.
ve onu orada bastırırlar. Böylelikle Allah Nebisi sallallahu aleyhi ve sellem ve özünün de haberi yoktu ki Abdullah'ın onun hayat yoldaşı Amine hamiledir 1. ayda. Böylelikle Allah Nebisi sallallahu aleyhi ve sellem ana bətnindeyken artık yetim büyüyor. Ve ulema der ki yutum yetimlik 4 təbəqədir. Onun en yüksek, en acı zirvesi bir evlat ana bətnindeyken atasını yitirmesidir. Bundan yüksek mertebe yoktur. O demektir ki o hayatında ya buney, ya uleydi benim babam sözünü eşitebilmeyecek. O demektir ki hiç ve o ya ebete sözünü diyebilmeyecektir. Yaxşı, hikmet nedir? لَقَدْ كَانَ لَكُمْ ف۪ي رَسُولِ اللّٰهِ اُسْوَةٌ حَسَنًا. Şüphesiz ki Allah peygamberinde size çok güzel nümuneler var. Ve Allah Azze ve Celle en sevdiği mehlubu, en şerefli beşerini bir insanın hayatında çekebilecek en ağır süzgeçlerini geçirdi. Ve bir insan atasını itirerse Hz. Muhammed sallallahu aleyhi ve sellem'i hatırlasın. Ve senin sevgili peygamberin yutumun en yüksek derecesindeydi. Hayatında atasını görmemiş ve ona ya ebete dememiş. Ve bu haber Mekke'ye çatır. Amine gelir haberi Abdülmuttalib'e danışır. Hamı çok üzülür. Ve uşağın dünyaya gelmesini götürürler. Ve hamilelik bitir. Tabii ki Allah Nebisi sallallahu aleyhi ve sellem'in dəqiq doğum gününde ihtilaf şiddetlidir. 3 məslere qayıtdır. İbn Hişam ve Sirat İbn Kethir ve El-Mübarek-Furi, bunlar en müteber ehl-i sünnetin siralarıdır. Bu qaynaqlar belə 13'ten çok rivayet getirir. Ben de dedim ki bu təfsilatlara varmayacağım. Onların birini seçtim. O məlumatın içerisindeki olan sağlam detalı götürdüm. Sağlam olmayanı da tərk elədim. Şək yoktur ki Vuliden Nebi sallallahu aleyhi ve sellem yevmüthneyn. Bu Səhih Müslim'den tespit olunur. Bu müstenettir. Səhih Müslim'den. Allah Nebisi sallallahu aleyhi ve sellem buyurur ki ben həmin gün dünyaya gelmişəm. Ve həmin gün əməl Allah'a qalxır ve İslam əməlim qalxanda ben oruçlu olum. Yevmüthneyn. Bizim həftəylə 1. gün. Bu en səhih dəqiq məlumat nədir? Bu nöqtəsidir ancaq. Həftənin 1. günü. Hansı ay? 13 tane görüş var. Hiçbir görüş sabit değil. Rabi'l Avvel diyen, Muharrem diyen, hatta Ramazan diyen. Hiçbiri sahih değil. Ona göre bu görüşlerine hiçbirini götürmeyeceğim. Daha sahih hansıdır? Fi'amil fil. Bu da en sahihtir. Sünnende gelmiş, yine de Müslim'de gelmiş. Musteneden Vuliden Nebi sallallahu aleyhi ve sellem fi'amil filin. Çünkü bir A'rabi soruşur ki ya Resulullah sen ha vaxt dünyaya gelmişsen deyir ki âle fil ilində. Bu detal səhihdir. Fil ilində. İndi ixtilaf başladı. Neçə gün sonra, neçə ay sonra, hətta neçə il sonra. Hamısı nədir? Fərziyyədir sadəcə olaraq. Əsasən bu 3 məstər İbn Hişam, Sirat İbn Kethir ve Mübarek-Furi 50 yevmen ba'de hadisetil fil görüşünü seçirler. Fil hadisesinden 50 gün sonra. Ve burada diyanlar bu nöqtədə, oradan o yana götürməyək, hansı ay, o ay meselesinde hiçbir şey sabit değil. Bu bir daha dəlildir ki, mövludu keçirmək müəyyən bir gündə sünnə ola bilməz. Çünki Allah Nəbisi sallallahu aleyhi ve sellemin miladın, istər də hətta filin, hansı günündə dəqiq dünyaya gelmesi sabit değil ve ihlas meşhurdur. Amine danışır viladeti, dünyaya uşağını getirmeyine. Buyurur ki Amine, bunu kime danışır? Sorudan Halime'ye danışır ve Ummu Eymen'e, öz Mevlasına, kendisine. Deyir ki, ben Muhammed'e hamile kalanda
az qalıbdır hamiləliyini unutum. Çəkisizliyimdən, yüngüllüyümdən. Həyatımda heç onun ağırlığını, hətta sancısını hiss eləmədim. Və özümə dedim ki, səyəkunu li vələdi hələ şə'nun. Bu övladın adi övlad deyil. Onun bir şanı var, mən bilmirəm. Və Diladə 9-cu ay tamamlananda gəlib yerdə müstənədən hədisdə fi sabihəti İthneyn, həftənin birinci gününün günəş doğan vaxtında doğum baş verir. Alimlər deyir ki, burada da bir hikmət var. Günəş buradan doğur, tuşyiqul ab, yer üzərini işıqlandırır. Muhammed de buradan dünyaya gəlir, doğur, bütün bəşəriyyəti işıqlandırmaqdan ötürür. Minal zulməti ilən nur. Bir günəş buradan doğur, qızarır, saralır və Əminə buradan doğuma hazırlaşır. Eyni vaxtda. Və Muhammed sallallahu aleyhi ve sellem dünyaya gəlir, hətta bir rivayətdə sirada doğulan kimi birbaşa səcdəyə qapılır. Bu şəkildə, hətta başını belə qaldırır göyə. Bu qeyri bir alamət idi, qeyri-adi bir alamət idi. Çünki bu cürə doğuş heç kim görməmişdi. Və qeyri-adi şeylərdən də biri sira rivayət edir ki, doğuş anında Aminənin gözünə qeyri-əcayip bir nur görsəndi. O nurun içərisində o Bizans, Roma və Kisra'nın sarayları içərisini gördü. Bütün o sarayları işıqlandırmışdı. Qeyri-adi bir doğuş. Və budur sevimli Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm dünyaya gəlir. Rəhmətən lil aləmin, aləmlərə rəhmət olaraq. Dünyaya gəlir, ancaq atası yoxdur. Və atasız böyüyür. Fiyyütüm. Və Məkkədə belə bir adət var idi. Bəni Sa'd qəbiləsi, Səhra əhli, Dədiyə, gələrdilər Məkkəyə və Məkkədə uşaqları kira alardılar. Qarşılıq müqabilində onları süd vermək üçün. Bu Səhra cəmatı bu ilə dolanardı, ailəvi olaraq. Demək, süd verən qadınlar gələr Məkkəyə, Məkkə əhli də uşaqlarını onlara kira verərdilər. 2 müddətinə süd verməyə. Səbəb nə idi? Məkkədəki əhval gördünüz. Cahiliyyə, zulmət, vəl-fəlahiş, hətta içki, şərab içkisi, biabırçılıq və pozluq və s. ilə axır. Yəni fitrət dəyişmişdir, cahiliyyə. Bədiyə nədir? Səhra tərtəmiz, səması gömgöy, havası duru, mədəniyyəti saf, fitrəti pozulmamış. Əxlaqı, nəsil nəcəbəti də yerində. Orada cəhaliyə nisbi olaraq xeyli az idi. Bədiyyədə. Həmçinin ərəblər fəsahətən səliqə üzərində danışırlar. Hətta uşaqları xalis ərəb ləhcəsində danışın deyə. Həmçinin bədiyə mədəniyyət və şeir mənbəyidir. Və tərbiyə mənbəyidir. Yaxşı, bu qəbilənin qadınları qarşılıq nə götürürdü? Məkkə əhli belə bir taktika işlətmişdi. Onlar pul verirdilər. Əvəzinə aram-aram tez-tez gəlib uşağı baş çəkir və çoxlu hədiyyələr gətirirlər. Qoyun, quzu, nə bacarırlar. Ki, uşağın üzərində olan muraqibət daha şiddətli, əmanət daha etibarlı olsun deyə. Çünki pul bir dəfə verilsə, deməsə axırda pul veriləcək deyə, ortada vəfasızlıq baş verirlərdi. Belə bir taktika istifadə edilmişdilər. Valideynləri tez-tez gəlir uşaqlarına baş çəkər adətən və neyniyərdilər, onlara çoxlu hədiyyə gətirərdilər. Və həmin qəbilənin insanları bunu hesabına dolanardı. Həlimə bin Sə'diyyə qəbiləsindən deyir ki, biz qadınlar gəldik Məkkəyə. Bizə uşaqlar ərz olundu. Fəvallahi, elə bir qadın yox idi ki, balaca Muhammed ona ərz olunmasın. Hamı imtina gəldi. Kimə lazımdır yetim? Atası yoxdur. Kim bizə qayğı göstərəcək? Kim bizə bu şeyləri əfə edəcək?
Mənə də dəfələrlə ərz olundu, imtina etdim. Və başladıq axtarmağa. Hamı uşaq götürdü. Ta ki, mən uşaqsız qaldım. Məcburiyyətdən götürürmü, götürmüyümü? Tərəddüd edirəm. Ərim də mənimlə bərabər gəlib. Və biz uzunluğun üzərində gəlmişik. Yəni, qadınlar da hətta bəziləri də əvvələ gəlmişdi. Və uzun səfər eləmişik. Hər dəfə qadınlara ərz olanda dedilər ki, kimdir bunun atası? Deyirlər yetim. Deyirlər bilirsiz, bizlik deyil. Mən də Məkkəyə çatanda buyurur ki, Həlimə Məkkəyə çatanda ağır səfər mənə o qədər yormuşdu ki, südüm kəsildi. Uşağım da ac qaldığından bağırır və bir neçə gün yatmadı. Üstəlik də ağır səfər. Həyat yoldaşı mən bir eşeğin üzərində. Təsəvvür edeyim, növbə ilə minirlər, düşürlər və körpə də hər dəfə belə. Az qalmışdı, mən də götürməyim. Artıq südüm də kəsilir. Uşağın özü ac və başqa ərz olunan da yoxdur. Ərim mənə məsləhət verdi. Dedi, Həlimə, götür. Ola bilsin ki, sənin götürdüyün tikən mübarək olsun. Və gördük ki, qadınlar hamı uşağına qayıtdı. Məkkədə bir dənə uşaq qaldı, götürülməyən. O da Muhammed. Sallallahu aleyhi və səlləm. Böyük tərəddüd və şək içində o uşağı götürmək qərarını verdim. Fəvallahi in əxəddu. And olsun ki, onu qucağıma almaqla döşlərim doldu süddən. Özüm də başa düşmədim, bu nədir? Min barakəti mə ənzələllahu li Muhammedin sallallahu aleyhi və səlləm. Və tez uşağı döşümə verib ona süd yetişdirdim. Sonra da qardaşı da mənlə bərabər idi, süd qardaşı. Yəni, mən öz qalanım, az qalanım. O da doyunca süddən içdi və nəhayət ki, yatdı gəldi. Ərim mənə baxdı, dedi ki, gördün mən səndən dedim. Götür, bəlkə sənin götürdüyün tikə mübarək ola bilər. Nismətül mübarəkə. Təvəkkəl Allah. Biz bu uşağı götürdük. Düşündük ki, bizim gəldiyimiz uzunqulaq artıq taqəti tükənib. Bəlkə yolda ölüb eləyər. Bizi heç gedib Bəni Səad qəbiləsinə çatdırmaz. Və vallahi əcayib bir qüvvət və taqət etmişdi ona. Hətta dəvələri tozla qoydu. Dəvədə gedən digər xanımlar, ay Həlimə, siz neynədiniz o xəstə eşşəyi? Bunu haradan tapdınız? Deyir, vallahi eynidir. Həmən odur, deyir, ola bilməz. O sizi güclə gətirmişdi, biz dedik ki, öləcək. Deyir, vallahi bilmirəm. Bu uşağı qucağıma alana bax, belə qeyri-adi hadisələr baş verir. Gətirir onu Bəni Səad qəbiləsindən Həlimə. Deyir ki, Subhanallah. Və biz öz yurdumuza çatanda badiyəyə quraqlıq idi, yağış kəsilmişdi və hər şey qurumuşdu, torpaq da çat vermişdi. Heyvanlarımızın, qoyunlarımızın südü kəsilmişdi ki, 3 dənə heyvanımız var idi. Vallahi Muhammed bu körpə evimizə girəndən Allah Azze və Cəllə yağmur indirdi. Bizim yaşadığımız məntəqə yaşıllaşma başladı, yağmurun çoxluğundan. Heyvanlarımızın döşləri südlə doldu və heyvanlarımız başladı balalamağa və biz başladıq varlaşmağa və heç bir qadın başa düşmür ki, nə baş verir. Hətta həmin o qadınlar ki, imtina eləmişlər, dedilər ki, öz qoyunlarınızı Həlimənin qoyunlarının yanına aparıb, bəlkə bunların da döşləri südlə dolar. Elə bilirlər ki, söhbət nəsə başqa söhbətdir. Və öz qoyunlarını, onların qoyunlarının otaran yerinə gətirirdilər, amma nəticə olmurdu. Həlimənin qoyunları çoxalırdı və südləri də aşıb-daşırdı və səri ilə axır. Əri ona Həliməyə لَقَدْ أَخَدْتِ نِسْبَةً مُبَارَكَ. Həqiqətən sən mübarək bir tikəyə nail olmuşsan. Belə olduğu halda 2 il müddətinə ona süd verir və niyyət edir ki, gedim anasından onu yeni istəyim. İndi tərsin edər şey. Və gəlir Məkkəyə və Əminədən yalvarır, yaxarır, razı olmur. Ta ki onu bir tər iqna edir ki, uşağı nə olar bizə ver.
və bir tər iqna edir. Uşağı götürür, gətirir və uşaqlar artıq 3-cü yaşa keçirlər. Qardaşları da, bacıları da ona bərabər böyüyür. Həlimənin öz uşaqları da var, körpələri. Günlərin bir günü elə təzə gəlmişdilər ki, bir müddət keçir. Həlimənin uşaqları ağlaya-ağlaya hönkürtü ilə evə qayıdır. Anacan Muhammed'i doğradılar. Həlimə böyük bir fəryadla evdən çıxır, qorxu içində, çünki əmanətdir. Və uzaqdan Muhammed'i sağ-sağlam, amma rəngi dəyişmiş bir şəkildə gələn görür. Övladlarına soruşur, nə gördünüz? Deyir, anacan, ağ siyahlı, paltarlı, ağ-abbaq, 2 kişi gəldi. Muhammed'in əllərinə götürüb kürək üzərinə yerə sərdilər. Yaxasını açıb xəncərlə onu 2-yə öldülər. Onlardan biri tərs gətirmişdi, tassız qabın. İçində su var idi. Digəri əlini saldı, onun ürəyini qopartdı, çıxartdı və tasın içində yudu və təzdən yerinə qoydu və əlini üstünə sürtdü. Gəllə baxıla görə bəli, köhnə cırılıb, ancaq yaralar yoxdur. Tərtəmizdir. Çox qorxdular. Çox qorxdular və gəldi Həlimə bu hadisəni əlinə danışdı və inşiqaq sadr bir neçə dəfə olub. Onlardan birincisi budur. Digəri meyrajdan qabaq. Ələm nəşrah ləkə sadrak. Mən biz səni köksünü yarmadıq mı? Yazıda gəlir. Onlardan birincisi buydu. Əminə bu hadisəni yoldaşına danışanda düşünürlər ki, uşağı təcili qaytarsınlar. Əmanətdir. Yoxsa ona bir şey olsa biz bunun altına çıxa bilmərik. Və təzdən qayıtırlar. Uşağı Əminəyə qaytarırlar. Əminə indi tərcüb edirdi. Uşağı nəyə qaytarsınız? Məyər ay Həlimə, yalvaran, yaxaran və s. Axır sən deyildin. Təzək gezmişdiniz. Həlimə təbii ki, söhbəti aça bilməz. Amma Əminə nə qədər onun üzərində düşür, ta ki o sözü ondan alır. Danış söylə, səni mən buraxan deyiləm. Nə oldu ki, uşağı qaytarırsan? Və başına gələn o dəhşəti danışır. Qəlbəsi odur ki, Əminə təəccüblənmir. Bilməm buna təəccüblənmirəm. Və and olsun ki, bu uşağın qeyri-adi bir şanı olacaqdır. Biz bilməklədir bu. Təəccüblənmir. Və uşaq qayıdır kimə? Anasına qayıdır. Anasının yanında indi qalır. Ta ki, Muhammed sallallahu aleyhi ve sellem 6 yaşa çatır. Anası artıq təmiz həddinə çatmış. Bu dərk edən uşağa deyir ki, ya Muhammed, atanın qəbrini görmək istəyərdin mi? Ona görə bilirdi atasının qəbrini yerine. Elə şəkildə həm onun qəbrini ziyarət edək, həm də səni xala və dayıların və onların uşaqlarına tanış edeyim. Bizim bir tərəfimiz Bəni Nəccar Yəmfidləndir, Mədinədəndir. 3 nəfər yola çıxır səfərə. Əminə, Mevlaya, Cariyə, Ummu Eymən, qız uşağı, o da və 6 yaşında Muhammed sallallahu aleyhi ve sellem. Bizim ölçü vahidinə götürsək 500 kilometr məsafədir Məkkədən Mədinəyə. Hal-hazırda 450-dir, çünki dağların ortasına yarıb yol çəkirlər. Normalda 500-dür. O məsafəni gətirir, bu 3 nəfər təsəvvür edin. Soyuq, isti, müsibət və gəlirlər Mədinəyə çatırlar. Mədinəyə çatırlar və Bəni Nəccar qəbiləsi öz gəlinini çox gözəl qarşılayır, yaxşı baxırlar, ikram edirlər, amma bu səfər çox ağır onlara təsir edir. Və Əminə Muhammedə atasının qəbri göstərir sallallahu aleyhi ve sellem. Deyir, Muhammed, bu sənin atanın qəbridir. Və sonra Məkkəyə qayıtmaq qərarına gəlirlər və Mədinə şəhərindən çıxırlar. 6 yaşında Muhammed sallallahu aleyhi ve sellem bir qız uşağı, Cariyə, Kəniz, Ummu Eymən və Əminə. Təzə çıxırlar ki, Əbva deyilən bir yerə çatırlar. İncəlmə vaxtıdır. Əbvanın da mühiti münasibdir. Orada hətta hovuz olur. Ağaclıqlar olur. Çünki səfər ağır səfərdir.
Hətta balaca Muhammed o hovuzda üzür və çilir. Havada çox isti olur. Mədinənin istisini görürsünüz, bilənlər. Biraz incəlirlər ki, qadın ayağa qalxır. Bir neçə addım eləndən sonra meyit sərilir. Yerindəcə keçinir. Anası Muhammedin gözü qabağında dünyasını dəyişir. Subhanallah. Baxın qardaşlar. Yutum, bərdəhə yutum. Yetimliyin daha növbəti dərəcəsi. İndi anadan da yetimdir. Çünki uşağın ən şiddətli anaya ehtiyacı olan vaxtıdır. 6 yaşı. Və anasını gözü önündə itirir. Anası gözü önündə birdən yerə meyit sərilir. Onunla hemen özü itirmir. Deyir, ya Muhammed, kömək ilə qəbir qazaq. Ya uşağı deyilən sözdür bu. Hansı gəlib buna gözü dözər? Subhanallah. Və başlığa təkdirlər. Artıq məsafə gətirirlər. Qayıtmağa yeri yoxdur. Məkkəyə qayıtmalıdırlar. Və başlayırlar qəbir qazmağa. Zərif qız uşağı əlləri və körpə Muhammed bir neçə gün qazmaq hələ də davam edir. Təsəvvür və ananın cüssəsi ortada. Ta ki qəbri qazırlar. Və vallahi Ümmü Eymən deyir ki, qəbri qazandan sonra fikirləşdim ki, necə edim ki, Muhammed görməsin anasını, necə mən ona dəfn edəcəm. Hər dəfə onun üzünü çevirəm, o yenə də qəbrə baxır. Hər dəfə üzünü çevirəm, o yenə də qəbrə baxır və heç bir cürə imkan edə bilməm ki, onun anasını elə edir ki, gözü görmədən bastırım. Ancaq heç bir şey edə bilmədim. Onun gözü önündə anasını qəbrə saldım və bastırdım. Sonra əlini götürüb yola düşəndə dedi, bəs ana, yəni sanki ana burada qaldı. Subhanallah. Alimlər deyir ki, Allah Azze ve Celle bir insan həyatında ola biləcək bütün məşəqqət və müsibətləri öz ən sevimli Peyğəmbərin üzərində tətbiq edib. Və onu mühayyə edir, hazırlayır. Çox ağır bir mislə üçün. Və bütün fəxri kainatın mənsublarına həyatın bütün müsibətlərində onu örnək eləmək üçün bütün hər şey onda yaşadır. Liqavlihi aleyhissalatu vesselam Əşəddün nəsi bələən əl-əbiyyə. İnsanlar arasında müsibətə ən şiddətli məruz qalanlar ənbiya, peyğəmbərlərdir. Sonra da onların yolunda olanlar, sonra da onlara oxşayanlar, sonra da onlara oxşayanlar. Gəl Məkkəyə çatırlar. Ümmü Eymən gəlir və hadisəni Abdülmuttalibə danışırsın. Abdülmuttalib deyir ki, Muhammedi görmək istəyirəm. Sallallahu aleyhi ve sellem. Görüşən kimi deyir ki, Əntə buneyyi, əntə buneydi, sən mənim babamsan, mən səni atanam. Və əbasını açır, onu bağına basır. Ona dəstək olur. Buna kimi təsəlli? Və səni kim çıxır? Sən öz baban, doğma baban. Və Məkkənin seyidi arası. Əla. Üstündən cəmi cümlətanı 2 il keçir. Neçə yaş olur artıq? 8 yaş. Abdülmuttalib can üstündə. Ya Allah! 3-cü dəfə yetimlik yaşamaq. Və övladlarını yığır və deyir ki, Abu Talib, onu sənin imanına möhtənə baxıram. Ona sahib çıx. Ondan ağır əhd peyman alır. Buna görə Abu Talib baxma ki, İslam'a girməsə də vəfalıydı, gördünüz, axıra kimi. Heç onu tək bırakmadı. Bütün ağır məşəqqətini axıra kimi ondan oldu. Çünki ərəblərin gözəl adətləri də vardı. Onlardan da biri vəfa. Söz verilir tutardı, vəfa olmalıydı. Və Abdülmuttalib dünyasını dəyişir. Və Həzrət Muhammed sallallahu aleyhi ve sellem 3-cü dəfə yetimliyi yaşayır. Və gözəl xatirələr qalır onun zehnində. Hamıda danışırdı ki, Cəddükə racun şüca'. Sənin baban Abdülmuttalib adi insan deyil. Abraha kimi basılmaz bir ordunun generalı ilə tək görüşə gələn bir kişidir sənin baban, bunu biləsən. Ya Muhammed, sənin baban adi bir insan deyil. Və Abrahanın maraqlı hekayəsini danışırlar ona. Abdülmuttalib tək başına Abrahanın yanına gəlir. Onun möhtəşəm xeyməsinə, palatkasına.
izni alır və gedir. Abraha onun heybətini, vüqarını görəndə Seyyidul Qavm, qəbilənin başçısı, ne edir? Onun heybət və ehtiramı o qədər hoşuna gəlir ki, öz arşından düşür yerə və müttəkələr qoyur və onunla bərabər əyləşir. Və Abdülmuttalibin məşhur heykələsi 200 dəvə və s. ilə axır keçən dərslərdə qeyd olundu. Deyirlər, ya Muhammed, sənin baban adi bir baba deyildir. Məkkədəki bütün qəbilələrin başında Seyidi idi. Zamandan sonra, bizim vaxtda desə, asr vaxtına yaxın, Kabe'nin kölgəsi uzanardı. O kölgə uzanana yaxın, Kabe'nin kölgəsində bir nəfər üçün oturmağa yer hazırlayanlar. O da Abdülmuttalibin övladları. Diye Hazreti Muhammed bu xatirələri xatırladılar ona. Və onu yaşamışdı o. Babasıyla beraber o 2 ildə. Həmin kölgədə xalı düşərlər, çoxlu müttəkələr gətirərlər və örtük eləyərlər. Və orada Məkkədə heç kimin ixtiyarı yox idi, gəlib o kölgənin altında, kölgələnsın, otursun. İllə Abdülmuttalib. Hətta övladlarından, 10 övladından heç biri vaxtı ikən orada otura bilməzdi. Yalnız adaları Abdülmuttalib. İllə Muhammed balaca ikən, körpə ikən həmin o fətrada gələrdi, izin almadan həmin o kölgədə oturardı. Və dəfələrlə onu oradan qaldırmaq istəyib kim? Abu Talib və qeyriləri qalxmayıb, məcal verməyib. Və Abdülmuttalib deyərdə toxunmuyun. Toxunmuyun. Ha vaxt gəlsə oturacaq. Seyəkuni li vələdi hələ şə'nun. Mənim bu balam adi balam deyil. Onun çox əzəmətli bir şanı olacaqdır. Bu xatirələrlə yaşayır Muhammed sallallahu aleyhi ve sellem və beləcə də o babasını yitirir. Və sonra hadisələr necə cəryan alır. İndi Hz. Muhammed sallallahu aleyhi ve sellem Abu Talib'in himayəsindədir. Abu Talib'in sirası çok uzun olacaq. Biz onu da bir neçə yerə böləcəyik gələn dərslərdə inşallah. Abu Talib'in iman etməməsi həqiqətən təəssüfkeşlikdən başqa bir şey deyil. Yavrum billah. Yavrum billah, yavrum billah. Çünki Allah Azze ve Celle Abu Talib'in sirasına baxanda ona açıq nişanələri və əlamətləri, gözlələri göstərir artıq. Və buna rağmen deyir ki, ölüm yatağında Abu Talib لَقَدْ عِلْمْتَ أَنَّ دِينَ مُحَمَّدٍ خَيْرُ الْأَدْيَانِ بَرِيَّةً Şehir nevzede laheten. Yanında da 2 tane aduvullah, Ebu Cehil ve Ebu Leheb La'netullah aleyhime ölüm yatağında emin milleti Abdülmuttalib'e targabu ya Talib atanın öz doğma atanın milleti, dini Abdülmuttalib'in dininden imtina edilsen Abu Talib ölüm yatağında bile ondan el çekildiler. Bakır onlara Hz. Muhammed'de hatırlayacağım size hemen momenti. Ya ammi kul la ilahe illallah ahüccü biha'indallah. De ki la ilahe illallah seni Allah yanında neymesin kurtarmış şefaat edin. Sağa bakır, sola bakır, sağa bakır. Ve hum yenhevne anhu ve yen'avne anhu. Ve in yuhlikune illa enfusahum. Ve ma yeşşurun. Allah Azze ve Celle En'am suresinde böyle vesif edilir. Bunlar onu ateşe, Allah Nebisi nura çağırır. Sağa, sola, sağa, sol ve onlar əslində özlərini həlak edirlər, bunu dərk edəmirlər. Son nəfəsində bu kəlməni deyir. Çünki ərəblər bədahəti şeir sahibidir. لَقَدْ عَلِمْدَ أَنَّ دِينَ مُحَمَّدٍ خَيْرُ الْأَدْيَانِ بَرِيَّةً Mən artıq yəqin bildim ki, Muhammedin gətirdiyi dinlər arasında ən xeyirlidir. Ya Muhammed, qüsura baxma. Öz qövmün qınağı olmasaydı, məni sənə ilk tabi olanlardan görərdin. Abdülmuttalib'in dilində dünyamda yaşayır. Və gözlərindən müşrik ikən bağlayır. Və bu hadisə Abu Talib'in sirasında davam edəcək. Gələn dərsdə inşallah Hz. Muhammed sallallahu aleyhi ve sellemin Abu Talib dönemində yaşaması və Abu Talib'in birçok möcüzələrə şahid olması hekayemizdə inşallah bir an ilə davam edəcək. Subhanəkə və bihamdik. Əşhədü ən la ilahe illə ən. Estağfurullah ve etûbü